Access 2019-da hansı sahə tiplərini indeksləşdirmək olmaz? Ümumiyyətlə, indeksləşdirmə nədir? Buna diqqət edək. İndeksləşdirmə cədvəllərdən məlumatların axtarışının sürətləndirilməsi üçün istifadə olunur. Adətən bu cür sahələrdə verilənlərin məzmunu təkrarlana bilmir və hansı sahə tiplərini indeksləşdirmək olmur? Bir OLED-dir və digəri attachment-dir. Attachment qoşma faylların əlavə olunması üçündür. OLED-də videodur, şəkildir, tutaq ki, yəni multimedia obyektlərinin əlavə olunması üçündür. Səsdir, şəkildir, videodur, bunların əlavə olunması üçündür. Və bu iki sahə tipini indeksləşdirmək olmur. Onda suala diqqət edirik. Hansı sahə tiplərini indeksləşdirmək olmur? OLED-dir, bir də attachment-dir. Doğru cavab olacaq 1, 3.